Salam əziz investorlar. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır Sistem Guru Markets. Korporasiyanın ümumi məlumatlarından başlayaq. Biraz daha hər bir parametri daha ətraflı nəzərdən keçirəcəyik. İstəsəniz dayana bilərsiniz. Sözügedən təşkilatın bütün göstəricilərinə daha ətraflı baxa bilərsiniz. İndi isə şirkətin cari fundamental göstəricilərini təhlil edək. Blueprint Medicines Corp. Ticker BPMC. Bu icmal 08 iyun 2025-ci il tarifinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Blueprint Medicines Corp. Alt kateqoriyaya aiddir. Onkoloji Targeted Therapy təhlildə 22 şirkət iştirak edir ki, bu da kifayət qədər reprezentativdir. Bu videonun sonunda sifarişlər üzrə həll yollarını axtarın. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan -8. Alt kateqoriya üzrə orta nəticə 0,3 bal. Çox geniş baxsanız, bütövlükdə bütün fond bazarı çərçivəsində. Bütövlükdə bütün fond bazarı üzrə orta nəticənin 1,8 bal olduğunu görə bilərsiniz. Mənfi reytinqə qarşı, şirkət üçün 8 bal Blueprint Medicines Corp. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə Blueprint Medicines Corp və alt kateqoriyalı şirkətlər. Son 12 ayda səhmlərin olduğunu görürük. Blueprint Medicines Corp 25,5% dinamika nümayiş etdirib. %22 alt kateqoriyasında qiymət dinamikasına qarşı. Korporasiyanın bazar kapitallaşması Blueprint Medicines 8,26 milyard dollar təşkil edir. 53 milyard dollarlıq bazar kapitallaşması ilə alt kateqoriya 1,5 milyard dollar dəyərindədir. Şirkətin balans dəyəri 0,34 milyard dollar olaraq qiymətləndirilir. 14 milyard dollar balans kapitallaşması ilə alt kateqoriya 14 milyard dollar dəyərindədir. Birja səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görəcəyik. Paylaş Blueprint Medicines alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 15,506% təşkil edir. Balans dəyəri 2,381% təşkil edir. Alt kateqoriyada təşkilatın bazar və balans dəyərindəki payının qiymətləndirilməsi pis, -1 bal. Təhlil edilən şirkətin maliyyə öhdəlikləri 0,711 milyard dollar təşkil edir. Borcun balans dəyərinin 208%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri reytinqi çox pis, -2 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üçün orta 0 ilə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin səhm qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -156 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 59 milyon dollar olacağı gözlənilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin qiymət-satış nisbəti 14,7-dir. Alt kateqoriya üzrə orta göstərici 7,8-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin səhm qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi TOLED -0,5 bal. Son 12 ayda gəlir 560 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Gözlənilən gələcək satış həcmlərinin göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi pis, -1 bal.
Satış marjası mənfi 27,7%, alt kateqoriya üzrə orta göstərici mənfi 16,1% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi TOLED mənfi 0,5 bal. Alt kateqoriyada kadrların sayına görə şirkətin payı 9,155% təşkil edir. Bu, bazar kapitallaşma payından 69% azdır. Təşkilatın bir işçisinə düşən kapitalın məbləği 12,722 min dollara bərabərdir. Və alt kateqoriyada 7,512 min dollar. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti mənfi 239,9 min dollardır. Alt kateqoriyada orta mənfi 155,9 min dollar. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi TOLED mənfi 0,5 bal. Şirkətin bir işçiyə düşən gəlir payı 866,000 dollardır. Alt kateqoriya 968 min dollar. Alt kateqoriyadakı şirkətlərin fəaliyyəti ilə müqayisədə hər işçiyə düşən satışların qiymətləndirilməsi keçərli mənfi 0,5 bal. Satışa çıxarılan səhmlərin payı 9,1%, alt kateqoriya üzrə orta göstərici 8,3% təşkil edir. Texniki göstərici ROAS 14 şirkət üçün %76 səviyyəsini göstərir Blueprint Medicines Corp. Alt kateqoriya üçün bu səviyyə 65%dir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən 128 dollardır. Şirkətin səhmləri üçün konsensus qiyməti 132 dollar ətrafındadır. Gəlin sifariş cədvəlinə keçək, o, hər kəs üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində əvvəllər müəyyən bir mövsümdə ehtiyatların qiymətləndirilməsi məlumat və arayış sistemi tərəfindən qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətli kağızların təhlilinin nəticələrinə əsasən Blueprint Medicines. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Səhm üçün 127,85 dollardan ucuzlaşaraq ticarət açın. Sifariş şirkətin kifayət qədər aşağı qiymətə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə yanaşmasından, AKİMin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 109,96 səviyyəsində müəyyən edilmişdir. Stop loss 145,74 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş avtomatik olaraq 08 iyul 2025-ci il tarixli ticarət sessiyasının nəticələrinə əsasən müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, GMAB, əsas alış əməliyyatı olacaq. Əsas sövdələşmənin videosu artıq bu kanalda yayımlanıb. Sifarişlərdən biri bağlandıqda, əsas və ya balanslaşdırıcı. İkinci sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.